Salam dəyərli izləyicilər, mart ayının 10-u 2025-ci il Azərbaycanda bu təqaüdlər də artırılıb. Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Bu barədə deputat Vüqar Bayramov bildirib ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitdir. Məşğulluq haqqında qanuna əsasən Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əmək haqqının 50% məbləğində təqaüd verilir və 2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manata dək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb. Belə ki, əvvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162 manat 50 qəpik idisə, indi həmin məbləğ artırılaraq 200 manat olub. Bu o deməkdir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14% artırılıb. Deputat bildirib ki, digər bir sıra təqaüdlərdə artımlarla bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın, yəni mart ayının ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir ki, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq.